Aprelin 20'sində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Gecə və səhər duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, temperatur gecə 9-11, gündüz 15-20 dərəcə isti, atmosfer təzyiqi isə 762 mm civə sütunu təşkil edəcək. Naxçıvanda gün ərzində yağıntı gözlənilmir, lakin gecə bəzi yerlərdə yağış yağacaq. Temperatur 9-16 dərəcə isti olacaq. Sabah əksər rayonlarda da yağıntı gözlənilmir, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısa müddətli yağış yağacaq, şimşək çağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq. Dolu düşəcəyi, yüksək dağlıq ərazilərə qar yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 6-10, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 8-13 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.